bacının belə alt paltarı. Teldən qıraq, getdik. Bu oyundan sonra mı? Yo, indidən. Bilirəm ki, çoxu bu videonu gözləyirdim ümumiyyətlə. Bu deməli TikTok reaksiyası deyil. Varavsko çumalar falan deyil də yəni bu. Yəni bu bildiyiniz, yəni bizim ölkədə nə qədər peysər var. Yazara bastı, bir evin gülməyin gəlir. Ha, yəni naturalni. Yəni belə deyim, bu peysərlərə görə cəmaət öz uşağına telefonu vermir ki, yəni girsin sosial şəbəkəyə də. Təsəvvür edin ki, məsələn də balaca oğlunuzdur və ya balaca qızınızdır, telefonu əlinə götürübdü, başım girir. Məsələn də multfilmə baxır, tutam. Reski saqqallı qaqaş bir dənə qabağına çıxdı, bizimki deməz. Qayıb deyir ki, o birisine. Mən bacımla yata bilərsən. 14 illik sorokdan çıxan Asimin bacısı oğluyam. Mənim belə imkan bir video çəkimdə. Sən hardan çıxdın ala? Qaqa next alalıyam belə. Dur buradan bir Al mən harda qaldım sən can? Bicbala tostorana oxşur özüm. Nəsə, əgər belə videolar davamlı istəyirsə video like eləyin, kanalımıza abunə olmayı unutmayın. Çalışdım ki, o vaxtki kimi videolar falan tez-tez atam. Nəsə, sözdə yox, əməldə göstərərəm inşallah. Gəlin, niyə gəlin başlayaq? Bacardığım qədər videonu çalışdım, dütdüyəm. Çünki dütlənməlidir də yəni bu video, başa düşürsünüz? Hə bir də ki, videoda kimlər iştirak edirsə, yəni indidən boyunlarına qrelka alıb qoysunlar. Bax, 1 litrlik qrelkadır, bax görürsüz balacadır. Gəlin uzatmadan başlayaq. İlk deməli bir Petruğun bir dənə videosu var. Gəlin ona baxaq. Dolan mahnısına. Boyu yerə soxum sən. Mahnıya bax, bunun qıvrılmağına bax. Ay canın yanmasın sənin. İtin qızı. Adam utarı nəsə deyə. İndi bilirəm ki, bəziləri gözləyir ki, bunu söyəm. Gəlin birinci vəkilimdən bir soruşaq. Çünki belləri iş verən olur. Birisi ki, təzminat falan açacaq. Mənə dava açacaq, başım, məndən pul tələb edəcək ki, mən onu söymüşəm. Ona görə gəlin bir dənə vəkilə yığaq. Yox, brat, mən indi bunu söysəm məsələn. Bu mənəsə belə ziyan vura bilər, maddi də. Yəni ən dibi deyirsən 10.000 manat da. Yaxşı işləyir. 10.000 manat. Nə qədər 10.000 manat? 6.000 dollar. 550.000 falan rubl. Dəyərmi yoxsa dəyməz? Dəyər məncə sənə. Peysərsən sən. Növbəti bicbala. Ala, yaxşı çalabını da göndəriblər. Öpürəm sizə. Yadımdan çıxacaqdı. Bu var ya, Azərbaycan ən şərəfsiz adamıdır, Quranando. Tanıyaq sizin damınız. Ala, mən bilət Rusiyada yaşaya-yaşa. Short, YouTube-a girirəm, short aşağı edirəm, Instagram-a girirəm, aşağı edirəm belə. Ancaq qabağıma bu çıxır. Hamını da söyür. Uşaqları söyür, nə bilim ala, qızları söyür, xanımları, nə bilim kişilər. Başda hamını söyür də. Bunun dediyinə görə hamı peysərdir, bir dənə bu qeyrətli oğlandır. Həqiqət deyirəm sizə. Yəni baxsaz tanıyasınız yəni. O s**aq belə 5 manatlıq patiyə oxşuyur. Aile bu reştiri. Biraz da söylen oğlum. Biraz da söyle. Qız öyrəşib edir, biraz da söyür. Bu nə yiyir ala? Geyratınızı. Bəlğəmin zalını tökdü kameranın üstünə. Suska döysen. Hardasan sen vapşe? Hardasan sen tutup minerek yarım metrese kimse ne daha söz deyirsən? Çok konum atıram. Ne bileyim ağzına. Aa, bu nə danışır ala? Sən boyu yerə soxum. Qıza görə nə deyir? Deyir konum atıram, deyir Castrelkaya. Ala, git öz hörmət elə sən can. Bilmirsiniz dostlar, bu dəlixanada bəlkə canlı açır. Yo, həqiqət deyirəm sizə. Olsa bizə nə, Konçinin narkomanı oxşur. Bak bir 20 bin yana bu güzel. Hardasan sen? Durup orada danışmaktan dilini aç. Sen böyüden ananın da ağzını. Sen böyüden. Dəli deyil. Ne işin var? Gülür özdə. Sayıza bir destek olalım da bari. Sıvı danışın. Hadi sən dəst olan da var yox. Ha, bunu aparıb çolluqda Allah kıbını hiçbir şey basmaz. Onlar şunu olmaz. Demek ki biz romantik söhbeti. Romantik ne içine tükürme. Bom. Aa, siz porno çəkisiz o. Yani öpmeyin olmaz. Sonra eşitsən. Sen bana daha kimi bağlanırsan. Ha. Sevmeseydim durup basa basa yancıya gelmezdin. Sen bana profilde. Ola sən basıb eləməsən can, bassan bilib yazıq deyib uşaq bunu tanıyıram. Boyu zad çıxılıdır. İtib eləyər. Ya zərafət qoyaq, bundan mırtdaşmayacağam. Bu onsuz da tanıyırsınız. Sen ne kadar içirsen? Səndən gəlib knedin ola. Gəl. Hadi yaxşı ay belə alıb üstü də. Sən al uşağın xətrinə dəymə. Görmüsən Cəlil oğlan oxşuyur.
Elə beləcə. Bir dildən qırağa çıxırıq, yoxsa necə? Prideldən qıra bacı, zat, bacının belə alt paltarı. Prideldən qıra. Getdik. Bu oyundan sonra mı? Yo, indidən. Yo, bu oğlan mən, bu sağdakı oğlan mənim xoşuma gəldi. Halal olsun. Qaqaşa halal olsun, Allah hamd olsun, tələsmir. Baxaq. İndidən. Deyir ki, hələ ki, indi yox, birazdan deyir peysəri ataram ya. Yo, ümumiyyətlə, mən sən qaqaş, mən privestitut edirəm sən halaldır. Tələsmirsən, həmişə deyirlər, tələsən təndirə düşər. Yəni, çalış, yavaş-yavaş qalx. Yəni ağır sual verəcəm də sən. İndi sən uduzub qaçsan var ha, sən. İndi sabah el eləmək ki, bacı, mama gəlmə. Yanıma. Bilirsən ki, Benten də var, gözlə. indi sabah el eləmək ki, Dəstək olalım da var ya. Ay oğlan, mənlə yatmısan sən? Bunlar nə danışırsan? Petuklarla yatmıram. Mən petuq deyiləm axı. Məsələn bir gəlib yoxlamısan. Düzdür, daha petuq oxşur heç bu. Deyirəm deyəndə ki, bəllidir də, indi görürük də sənin. Yox, sübut eləyə bilərsən mənim petuqluğumu. İşte petuk olduğunu sübut eləmək olmur da. Şahid görüşünə görə heç kim heç nə deyə bilmirlər. Başa düşdün? Yo, həqiqətən belə deyim, bu ikisi də Dastoylu oğlanlardır. Bunların böyük hörməti var, eşitmişəm. Məşdağada, Nərimanovda, Vasimoyda, yəni qaqaşlar var ki, bunların üstünü işiyib. Həyatda, mujutskoy həyatda, kişi həyatında. Anaya da, bacıya da, qardaşı da ativsə sorursan. Varavskoydan hər kəs də özünü ativsətdir. Ötələri, Varavskoyda hər kəs də özünü ativsətdir. Amma mujutskoyda, semiyədə, anana da... Fikir verməyin, qaqaş patı bu dəqiqə qoyub özü bunu. Grişanın, Ne danışır bu? Əla, bir də soxun belə, nəsə qulaq asın bir dənə Səncan. Bu videonu sonlandırıram həqiqətdən. Çünki belə açığı deyim, yəni çoxdur video. Prosta baxası deyiləm, istəyirəm ki, bunun ikinci, üçüncü serisini çəkəm. Plus da ki, çoxlu uzun ol. Belə deyim də uzun istəyirəm gələn videolar olsun. Məsələn də 20 dəqiqəlik video. İstəyirəm ümumiyyətlə yarım saatlıq videolar paylaşım belə. Çünki hamı deyir ki, videolar uzun çək falan. Nəsə belə eləyək. Buradakı bəzi videoları saxlayaq. Burada slişkim çox video var. Çünki Instagramda direct deyirsiniz, direct deyirsiniz, partlayır da, yəni hamı giz-giz belə videolar atır. Burada çox pis söyüşlər də var, bu dəqiqə kompüterdədir, yəni açıqda. Çox qırğın videolar var. İnşallah əgər istəsəniz bu videonun davamını çəkərəm. Heç bir şey. Əgər videonu bəyənirsə like eləyin, kanalımıza abunə olmağı həmişə kimi unutmayın. Öpürəm hamınızı. Hə bir də buradan da bu videodakı oğlanlara, kişilərə səsləyirəm. Əgər beyninizdə belə bir şey fikirləşirsiniz ki, məsələn, Zevs məni tanımır, mənim haqqımda niyə belə danışır? Yenə deyirəm sənə, ola bilər ki, mən səni tanımıram, amma tanıdım da yəni, başa düşdün? Amma belədir ki, yəni, çox pis baxma, belə deyim də sənə, dur